Qədim Alban tərəfi. Qədim. Bir söz deyə bilərsiniz bizə. Çörəyə nə deyirlər? Fu. Suya nə deyirlər? Xat. Şad. Xat. Ha. Öz əlifbası var da Albanına. Əlifba bizdə yoxdur, ancaq Xınalıqda var. Hansı məktəbdə oxuyursunuz? Bura hara gedirsiniz məktəbə? Mən Xınalığa gedirəm. Buradan ora gedirsiniz. Öz eviniz hara? Yaxındır bura? Nəcikdə. Çətin deyil sizin üçün o qədər yola getmək. Yuxarıda qalıram da Xınalıqda. Ha, orada qalırsınız. Ha. Sonra siz burada ləzgilər də yaşayır da belə çıxır ha? Yox. Burada elə ancaq qədim Alban tayfaları. Yəni Qaraxudaddadır. Əslən Azərbaycanlılar. Onlar hamısı qədim Alban tayfasıdır. Siz evdə öz dilinizcə danışırsınız? Mən dedim biraz səndən söhbət edeyim. Ha, lap yaxşı. Burada məsəl üçün tarixi abidələr var. O nədir gördüyümüz uzaqda mağaradır o? Hə, mağaralar. Orada adı var onun, özəl bir adı var. Yox. Ora girmisən özün şəxsən, maraqlıdır. Çox böyükdür ki. Birinin böyük deyil, belə deyə buradan ora qədərdir. Hə. Çox uzun deyil, o bizdə bax balacadır. O mağara heyvanlar üçün, yoxsa insanlar yaşayır? Heyvanlar da keçir, insanlar da hərbəyə keçir, piknik eləyir. Burada sənin dini inancın nədir? Müsəlman. Müsəlmansan ha? Maraqlı gəldi. Çox möhtəşəm təbiət var. Birinci dəfədir gəlirəm mən. Çox maraqlı. Hər gün buradayıq. Hər gün. Burada qış sərt keçər də, ha? Elə də çox sərt yox. Çox